Əslində düzünü deyim ki, mənim qardaşım balaca olub məndən və daha çox məndən məsləhət alıb, amma mən həmişə Nicatdan hansısa bir məsələdə mütləq ilk məsləhət aldığım şəxs Nicatdır. Bəli. Bəzən efirdə oluruq, Ayten Səfərov məsləhətlər, mən heç kəsə məsləhət vermirəm. Amma özümün məsləhətlərə, bəzən tövsiyələrə ehtiyac duyuram ki, ilk növbədə, yəni mən Nicatın üstünə qaçıram. Nicat sağ olsun, təmkinlə və s. yəni həmişə mən bircə onu bilirəm ki, bu zərdabların deyəsən xüsusiyyətidir də. Nə vaxt yəni insan bir mənəvi cəhətdən belə sıxlıq olanda, sıxıntısı və s. olanda bilirəm ki, zərdablının qapısını sözün yaxşı mənasında mən döyə bilərəm. Razı olsun. Və çox dərrakəlisən. Abır, həya, ədəb, ərkan, yəni mən çox şadam ki, yəni Nicatın əsas xüsusiyyətlərindən biri budur. Mən hər insana, hər kişiyə müraciət eləmirəm. Yəni mən açığım deyim, çünki özüm qadın olsam da özümdə kişi qürurum var. Amma bəzən elə hallar var ki, doğrudan da insan kişi sandığın və bilirsən ki, kişi kimi sənə doğrudan da bir sözü ilə, bir tövsiyəsi ilə, hər hansı bir nə ilənsə, doğrudan da bir məsləhət verəcək bir şəxs olmaq, yəni bu hər kəsdən bu olmur bu xüsusiyyət. Sağ ol Ayten. Allah səni var eləsin. Mənim üçün çox xoş oldu həqiqətən.